Məzunları ən çox işlə təmin olunan universitetlər hansılardır? Mən bu videoda sizlərə Dövlət Məşğulluq Agentliyi tərəfindən bir statistikanı təqdim edəcəm. Bu yaxınlarda təqdim olunub. Yəni siz artıq görəcəksiniz ki, hansı universitetlərin məzunları daha sonra işlə təmin olunur. Bildiyimiz kimi bu məsələ, məzunların işlə təminatı məsələsi bütün şagirdləri, o cümlədən onların valideynini, xüsusilə də abituriyentləri maraqlandıran məsələdir. Çünki haqlı olaraq narahatdırlar, çünki bilmək istəyirlər ki, universiteti bitirdikdən sonra onların işlə təminat məsələsi nə dərəcədə realdır. Deməli, Dövlət Məşğulluq Agentliyi 2018-2022-ci illər ərzində 31 universitetdə araşdırma aparmışdır və bu araşdırma nəticəsində məlum olmuşdur ki, həmin 2018-2022-ci illər ərzində 31 universitetdə 366 ixtisas üzrə 103.396 məzunun 60.260, təxminən 58.3% işlə təmin olunmuşdur. İndi mən sizlərə həmən o məzunların çox iş tapan universitetlərin siyahısını təqdim edirəm. Birinci yerdə məşğulluq sıralamasına görə Bakı Ali Məktəbi gəlir. Universitetdə 4 il ərzində 535 məzunun 402-si, yəni 67.3% işlə təmin olunub. Məzunların böyük əksəriyyəti ixtisasları üzrə özəl və dövlət neft şirkətlərində çalışır. Siyahıda ikinci yerdə ADA Universiteti gəlir. Universitetdə 4 il ərzində məzun olanların yarıdan çoxu, 53.5% işlə təmin olunub. Bundan başqa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, bu universitetlərin də məzunlarının 50%-dən çoxu məzun olduqları 2 il müddətində iş tapmışdır. Yerdə qalan universitetlərin siyahısı isə belədir. Ölkənin aparıcı digər ali təhsil ocaqlarından hesab edilən Dövlət İdarəçiliyi Akademiyasında 49.2%, Azərbaycan Turizm və Menecment Universitetində 49.1%, Azərbaycan Dövlət Pedaqoji Universitetində 48.1%, Milli Aviasiya Akademiyasında 46.6%, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə 46.1% göstərici ilə məzunları ən çox iş tapan universitetlər siyahısında yer almışlar. Məzunların sayına görə illərdir ölkədə lider statusunda olan Bakı Dövlət Universitetində 4 il ərzində 14.524 nəfər məzun olub ki, onların da 8.174-ü məzun olduqdan sonra iş tapa bilib. Bu da ümumi göstəricinin 40.2% deməkdir. Gördüyümüz kimi Bakı Dövlət Universitetinin məzunlarının iş tapma reytingi digər universitetlərdən geri qalır. Qabiliyyət tələb edən universitetlərin məşğulluq reytinginə gəldikdə isə mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası 45.2%-də ilk sıradadır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 40.3%, Bakı Musiqi Akademiyasının isə 39% məzunu universiteti bitirdikdən sonra iş tapa bilmişlər. İdman sahələri üzrə mütəxəssis yetişdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında isə bu göstərici 42.6%-dir. Gəlin region universitetlərinə baxaq. Region universitetlərində isə məzunların